Salamlar əziz şagirdlər, mən Rüstəm Təhməzov. Bu günləri videomuz biraz sual həll etmə videolarından fərqli olaraq məlumat xarakterli bir video olacaq. 2025-26-cı tədris illəri boyunca RFO dərslərinə start veririk və qeydiyyatın bitməsinə az qalıbdır. Təxmini ilk dərsimiz bu həftə sonu baş tutacaqdır. Dərslərimiz həftədə hər 2 dəfə 90 dəqiqə olmaqla keçirilir. Özüm barədə məlumat verməyə qalarsa, hal-hazırda ADA Universitetinin son kurs tələbəsiyəm, kompüter elmləri üzrə. Həmçinin də 2020-21-ci il Respublika və Beynəlxalq Olimpiada səviyyəsində nailiyyətlərim də vardır və bu nailiyyətlərim universitet dövründə də müxtəlif yarışlarda həm riyaziyyat üzrə, həm də proqramlaşdırma üzrə davam etmişdir. Amma hal-hazırda isə dərslərimiz əsasən riyaziyyat yönümlü olacaq. Bizim dərslərimiz barədə məlumat verməyə qalanda isə dərslərimizin stili əslində mənim bir neçə əvvəlki videolarımı izləmisinizsə oxşar stildədir. Bizim proqramımız Photoshop proqramıdır. Dərslərimizin sistemi Google Meet üzərindən keçirilir. Ən rahat vasitə odur, fikrimcə. Photoshop proqramı ilə dərs notlarımızın qeydlərini aparırıq. Həmçinin bu dərslərin hər birinin kaydı da olacaq və dərslərə dərs qutarandan sonra təkrar baxmanız da mümkün olacaq. Bunlardan əlavə dərslərimizlə paralel hər həftə bir dəfə YouTube-a hər kəsə açıq şəkildə videolar da qoymağı düşünürəm. Yəni bu addımı ilk dəfə bu illərə atıram. Ümid edirəm yaxşı olar və siz də əgər şans vermək istəyirsinizsə olimpiada hazırlığına müraciət edə bilərsiniz. 8, 9 və 10-cu siniflərin qəbulu davam edir RFO üzrə. Əgər sizin də yaxşı təməliniz varsa, olimpiadada iştirak edəcəyinizə və qazanacağınıza güvənirsinizsə, həmçinin çox çalışacağınızı düşünürsünüzsə, məncə bir şans verə bilərsiniz. Bu sadəcə burada göstərilən bir slayddır. Hal-hazırda yeni sistemlə biraz məşğul oluram. Məqsədim hər dərsdə mövzunun adı və slaydlar qoymaqdır. Məsələn, bu slaydlar necə olacaq? Sadəcə təxmini sizə bir görüntü vermək istəyirdim. Məsəl üçün, günün mövzularından danışılacaq. Günün mövzularını qeyd edəcəyik ki, təməl biliklərin xatırlanması, klassik tənliklər, isbat məsələləri, ev tapşırığı. Yəni bu bizim bir dərs günündə keçəcəyimiz mövzuların elə bir xülasəsidir, mövzuların adlarıdır. Daha sonrasında isə dərslərimizə davam edəcəyik. Məsələn, nümunə olaraq deyək ki, təməl biliklərdən danışırıq. Bunların hər biri bir nümunədir. Bunları sadəcə göstərmək üçün hazırlamışam. Gördüyünüz kimi hər dərsimizdə belə slaydların olması üçün şərait yaradılacaq. Həmçinin bizim dərslərimizdə dərs sonu suallar olacaq, hər həftəlik suallar, ev tapşırıqları olacaq. Həmçinin də bizim dərslərimiz ancaq dərs müddətləri ilə limitlənməyəcək. Dərsdən sonra da bizim office hours deyilən bir sistem var, universitetdə keçirilən. Həmin sistemi mən də olimpiada dərslərinə gətirəcəm. Bu office hours, yəni ofis saatlarında isə uşaqlar dərsdən kənar mənə çətinlik qaldıqları hissələrdə suallarını soruşa bilərlər, yaza bilərlər və mən də həmçinin dərs qırağında da kömək eləmək üçün dəstək duracam. Bizim həmçinin də əvvəlki illərdən Discordumuz da var. Discord kanalımızda da faydalı kitablar, faydalı mənbələr, videoların linkləri, dərs notları və yaxud da müzakirələr paylaşılacaq. Hər birinizin qeydiyyatını gözləyirəm. Uğurlu olmaq istəyən hər bir şagirdin qeydiyyatını gözləyirəm. Mənlə əlaqəyə keçmək üçün nömrəmi description-da, yəni YouTube videosunun alt hissəsində tapa bilərsiniz. Ümid edirəm bu video faydalı olmuşdur. Təşəkkür edirəm. Uğurlar. Bəlkə də gələcəkdə görüşənədək. Sağ olun.